kalpleri tez tanıyır. Kamil olan Yaradanın eksidir. Heydər tacı bu milletin sesidir. Önce Türkük deyip yola çıktık biz. Samur boyu kanla açıldı. Bismillah, Allah, 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 Bismillah. Hak yolunda can feda, Şah Heydər gelir yol açın, doğsun nur, zulmet kaçsın. Bismillah, Allah, 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 Bismillah. Hak yolunda can feda, Şah Heydər gelir yol açın, doğsun nur, zulmet kaçsın. Kızıl gül verildi tikana gizli, dost kimdir düşman kim hele bilin mi? Sevgi bir sınavdı, tale bir oyun, bir yanı duadı bir yanı kandır. Dağlar titreyir, saraylar duman, nur zulmeti boğacak, yetişti zaman. Bismillah, Allah, 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 Bismillah. Hak yolunda can feda, Şah Heydər gelir yol açın, doğsun nur, zulmet kaçsın. Başımızda hakkın nuru üzümüzde, zafer yazılıp onun sarsılmaz her sözünde. Bismillah, Allah, 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 Bismillah. Hak yolunda can feda, Şah Heydər gelir yol açın, doğsun nur, zulmet kaçsın. Bismillah, Allah, 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 Bismillah. Təbriz Sarayı, Bağ-ı Şimal Köşkünün eyvanı, gece. Sultan Yaqub Təbrizdə tikdirdiyi və qızıl gülləri ilə məşhur olan Bağ-ı Şimalın içindəki kiçik köşkün eyvanıdır. Gecenin sükutunu yalnız uzaqdan gələn suyun şırıltısı pozur. Sultan Yaqub eyvanda tək dayanıb, göydəki ulduzlara baxaraq sanki yeni bir beytin misralarını düşünür. Bu an kölgələrin arasından sükutu Selcan Xatunun ipək libasının xışıltısı yarır. Selcanın üzündə dərin bir hüzün, amma gözlərində hələ də sönməyən bir ümid parıltısı var. Sultanım, gecenin bu vaxtı təkliyə çəkilməyiniz qəlbimi sızladır. Bir zamanlar bu bağda xəyallarımızı bölüşərdik. Mən o günlərdən bəri hər addımımda sizə olan sadiqliyimi qorumuşam. Selcan, sən bu sarayın və mənim ömrümün ən çətin günlərinin şahidisən. Sənin sadiqliyini əsla unutmadım, heç vaxt da unutmaram. Sən Bayandur ocağının mənə sadiq qalan parçasısan. Unutmamısınızsa, niyə mənim baxışlarım sizin gözlərinizdə özünə yer tapa bilmir? Atam Süleyman bəy Bicanoğlu deyir ki, hökümdarların eşki dövlət üçündür. Amma mənim sevgim dövlətdən ucadır, Yaqub. Mən sizin ilk həyat yoldaşınızam. Mən sizi hər şeydən uzaq, sadəcə Yaqub olduğunuz üçün sevdim. Selcan, dünya dəyişir, torpaqlar titriyir, taleylər yenidən yazılır. Atam Həsən padişahın vəsiyyəti və dövlətin mənafiyi məni yeni yollara sövq etdi.
keçən bu müddət ərzində bəzi şeylər, hətta ən sarsılmaz sanılan hisslər də rəngini dəyişə bilirmiş. Mən səni hələ də əziz tuturam, amma qəlbimin hökmü artıq başqadır. Mən artıq Gövhəri sevirəm. Selcan Xatun sanki bir oxla vurulmuş kimi geri çəkilir. Onun gözlərindən süzülən yaş ay işığında parıldayır. Bu etiraf köşkün divarlarında bir fəryad kimi əks-səda verir. Deməli, o Şirvan qızının parıltısı mənim illərlə bəslədiyim nuru söndürdü. Sən onun hiləgər baxışlarını mənim səmimi sevgimdən üstün tutdun. Bu bir sınaqdır, Selcan. Gövhər bu saraya yalnız bir ittifaqın möhrü kimi gəlmədi. O mənim ruhumun yeni bir parçasına çevrildi. Bağışla, amma qəlbimə yalan deyə bilmərəm. Hökümdar eşqi qısa bir bahar küləyi ola bilər. Amma mənim sevgim bu sarayın təməl daşları qədər sərtdir. Bil və unutma, Yaqub. Nəyin bahasına olursa olsun, mən bu sevgidən vaz keçməyəcəyəm. Nə Şirvanın hiləsi, nə də sənin bu soyuqluğun məni yolumdan döndərə bilməz. Mən səni qazanmaq üçün hər bir tikanla vuruşacağam. Sultan Yaqub cavab vermir. Yalnız ağır addımlarla içəri otağa doğru gedir. Selcan eyvanda tək qalır. Yumruqlarını sıxaraq qaranlığa baxır. Gövhər Xatun pərdənin kölgəsində dayanıb, nəfəsini belə dərmədən bütün söhbəti dinləmişdir. Onun üzündəki nəzakətli gəlin maskası yox olub, yerini kəskin bir soyuqluğa və hiləyə verib. O, Selcanın son sözlərini eşidəndə dodaqaltı pıçıldayır. Vazgeçməyəcəyəm dedin, Selcan. Amma bilmirsən ki, bir bağda 2 qızıl gül açanda tikanlar yalnız zəif olanı qanadır. Sənin bu əbədi sevgin sənin böyük qəbrin olacaq. Gövhər Xatun kölgə kimi süzülərək qaranlıq dəhlizdə yox olur. Bağ-ı şimalın gülləri isə sükut içində yeni bir fırtınanın qoxusunu yaymağa davam edir. Ərdəbil, Şeyx Heydərin gizli məşvərət otağı, gecə. Şeyxin otağında şamlar titriyir. Divarlardakı kölgələr sanki canlanaraq bir-birinə pıçıldayır. Masamın üzərində Hüseyin bəy Şamlı tərəfindən gətirilmiş bir neçə yazılı etiraflar durur. Şeyx Heydər masanın arxasında, nur saçan üzünə rəğmən olduqca ciddi və kədərli bir ifadə ilə əyləşib. Onun qarşısında sadiq yoldaşı Aləmşah bəyin və sərkərdəsi Hüseyin bəy dayanıb. Sasan Keyxoscovun zəhərli sözü qəlbimi yaralamışdı Hüseyin. Düşmən bəlkə də öz içindədir demişdi. Amma bu qədər dərin, bu qədər amansız bir xəyanəti təsəvvür etməzdim. Mənim sağ əlim, neçə döyüşdən mərd-mərdanə çıxan Əbu Musa. Mən sənə demişdim Heydər. O gecə divanxanada gizlicə toplanan o adamların duaları sənin üçün deyil, sənin ulduzunu söndürmək üçün idi. Onlar dərviş cübbəsi geyinmiş fitnə toxumlarıdır. Mən o qaranlıq künclərdə pıçıldaşanların nəfəsindəki nifrəti çoxdan duymuşdum. Şeyxim, hər addımı qeyd etmişik. Bu sənədlərdə Əbu Musanın Şahmaran adlı o quldur başı ilə necə sövdələşdiyi, Ərdəbil xəzinəsindən oğurlanan qızılların hara getdiyi tək-tək yazılıb. Hətta bir neçə dərviş onun gizli tacik dövləti qurmaq arzusunu öz dilindən eşitdiyini etiraf edib. Artıq qərar verilib. Onu bütün qızılbaşların önündə rüsvay edəcəyəm. Meydanda hər kəs görəcək ki, nuru söndürmək istəyən zülmət necə məhvur. Bu hamiyə dərs olacaq.
Səhər günəşi doğanda Əbu Musanın qiyaməti başlayacaq. Qasım adlı bir dərviş, yəni Əbu Musanın müridlər arasındakı gizli gözü, nəfəsini belə dərmədən hər şeyi dinləyir. O, şeyxin hiddətini və Hüseyin bəyin əlindəki qəti sübutları görəndə rəngi ağarır. O, kölgə kimi süzülərək otağı tərk edir və qaranlıq dəhlizlərlə qaçaraq Əbu Musanın yanına yollanır. Dağlarda bir mağara. Bir gün sonra Əbu Musa Şahmaranla görüşüb onunla şeyxə qarşı planından danışır. Bu zaman sadiq adamı Qasım təlaşla gəlir. Ağam, hər şey bitdi. Aləmşah bəyim sizi çoxdan izləyirmiş. Şeyxə hər şeyi deyib, Hüseyin bəyim əlində yazılı dəlillər və şahid dərvişlərin etirafları var. Şeyx sizi meydanda bütün qızılbaşların önündə edam etməyi planlaşdırır. Demək, o nur mənim kölgəmi tapdı. Amma mən o meydana qurban kimi çıxmayacağam. Əbu Musa dərhal divardakı bir məşəli götürüb havaya qaldırır. Qasım, get və bizim tərəfimizdə olan bütün mollaları, axundları və dərviş tayfasını topla. Onlara de ki, Şeyx Heydər Türk Birliği adı altında şiyəliyin saf ruhunu satır. Bizə hakimiyyət lazımdır. Artıq gizlənmək vaxtı bitdi. Gecənin yarısında Ərdəbil ocağı sarsıdıcı bir hadisəyə şahidlik edir. Qızılbaşlar iki cəbhəyə bölünür. 1. Heydər tərəfdarları. Şeyxə Sadiq, biz öncə Türkük deyən, onun kamil insan, ilahi nur fəlsəfəsinə inanan böyük bir sufi dərviş ordusu və qızılbaş süvariləri. 2. Əbu Musa tərəfdarları. Hakimiyyət ehtirası ilə yanan, daxildə Türk üstünlüyünə qarşı çıxan Tacik, Fars və digər qeyri-Türk millətindən olan molla və axın qrupları. Əbu Musa və onun dəstəkçiləri ocağın bir hissəsini yandıraraq Şahmaranın qaranlıqda gözləyən qüvvələrinə coyulmaq üçün meşə tərəfə çəkilirlər. Uzaqdan Heydərin gür səsi eşidilir. Bismillah, Allah, Allah, nur zülməti hər yerdə tapacaq. Şirvanşahlar Sarayı. Sasan Keyxosrovun iş otağı. Şirvan sarayının dar və soyuq divarları arasında yerləşən otaqda şamlar sürətlə əriyir. Divarda asılmış Azərbaycan xəritəsində Ərdəbilin üzərinə qara bir nişan qoyulub. Sasan xəritəyə baxaraq hiləgər bir təbəssümlə pıçıldayır. Onun yanında Şirvanşahın bir neçə gizli keşikləri və qaranlıqda üzləri keçilməyən 3 nəfər. Kölgə adamlar dayanıb. Nəhayət, Ərdəbilin o müqəddəs nuru öz-özünü yandırmağa başladı. Əbu Musa tərəfdarlarını o hakimiyyət hərisi olan Tacik və Fars mollalarını ətrafına yığıb Heydərə qılınc qaldırdı. Mənim səpdiyim düşmən bəlkə də öz içindədir toxumu şeyxin ocağını ikiyə böldü. Bu an otağa təşvişlə Şirvanşah daxil olur. Onun üzündə sevinclə bərabər dərin bir qorxu var. Sasan, xəbəri eşitdim. Ərdəbil qan içindədir. Amma sevinmək üçün hələ tez deyilmi? Əgər Heydər bu qiyamı tez yatırsa, Əbu Musanı məhv edib bütün qəzəbi ilə Şirvanın üzərinə yeriyəcək. O, atasının qisasını almaq üçün fürsət axtarır. Biz onu zəiflətmək istədik, amma onu daha da qəddarlaşdıra bilərik. Haqlısınız hökümdarım. Heydər bir aslandır. Yaralı aslan isə
daha təhlükəlidir. Amma mən bu oyunu yarımçıq qoymaram. Siz üçünüz təlimatınız aydındır. Dərhal yola çıxıb Şeyx Heydərin sadiq müridləri kimi onun ordusuna qoşulacaqsınız. Sizin vəzifəniz vuruşmaq deyil, izləməkdir. Nəyi izləməliyik, ağam? Əbu Musanı, əgər Heydər onu diri tutsa və Əbu Musa öz canını qurtarmaq üçün mənim adımı, Şirvanın planlarını faş etmək istəsə, onu orazacaq, şeyxin gözünün qarşısında söz duracaqsınız. O heç vaxt danışmamalıdır. Vaxtilə Ağqoyunlu Sultan Yağubun sarayında xəyanəti üzə çıxan İzzət nəzərinin taleyi nə olubsa, Əbu Musanı da o gözləyir. Xainin mükafatı yalnız sükutdur. Fərrux Yasar sevinir. Ancaq çox gec olduğu üçün yuxusu gəldiyini hiss edir. Artıq çox geçdi. Mən yatmağa gedirəm. Planı sən tamamla. Sənə inanıram, Sasan. Sasan hiləgər baxışla ona məmnunluqla baxır və baş əyir. Gecəniz xeyirli olsun hökümdar. Nə lazımdırsa mən edəcəyəm. Siz narahat olmayın. Fərrux Yasar gedir. Sasan adamlarına yönəlir. Əbu Musa məhv edildikdən sonra ocağının dərinliklərindəki xaşxaşilər bizim ən gizli adamlarımız uzun müddət oyanmamaq şərtilə yuxuya gedəcəklər. Onlar Ərdəbilin tozuna, torpağına qarışaraq Səfəvi nəslinin ən zəif məqamını gözləyəcəklər. Heydər elə biləcək ki, xainləri təmizlədi. Amma o bilməyəcək ki, əsl zülmət hələ də onun divarların arasındadır. Gedin, kölgə olun. Amma qılıncınız həmişə hazır olsun. Kölgə adamlar səssizcə otaqdan çıxırlar. Sasan şamı söndürür. Qaranlıqda yalnız xəritədəki Ərdəbilin üzərindəki qara nişan və Sasanın hiləgər baxışları qalır. Şirvanın yeni oyunu başlamışdır. Şeyx Heydər öz daxili düşməni ilə vuruşarkən, əsil düşmən onun ordusunun içində kölgə kimi irəliləməkdədir.